Herkese selamlar dostlar. Bugün sizinle birlikte sizin çok sevdiğiniz kavga açılma videosunu çekmem. Deməli, ilk önce elimizi spirtleyək. Belə. Bu kavga 2 saat bundan qabaq gəlib. Sadəcə mən videonu çəkmək üçün gözlədim o qədər vaxtı, açmadım. Deməli, indi maket bıçağı yanımda olmadığına görə qayçı ilə atacağım. Belə bu şəkildə. Görsəndi çanta falan. Açaq indi. İlk öncə nəyi? Əlimə gələni. Bu mən çox gözləyirdim. Deməli, aşağı qoyun bunu. İçindən çıxardıb göstərəcəm. Bu dostlar qələm qabıdır. Açaq. Ən çox gözlədiyim buydu da, yəni dəhşət istəyirdim bunu. Ama yani bu heç şəkildəki kimi olmadı. Yani rəngi daha ağ gözləyirdim. Mən bilmirəm, bəlkə də indi işıq falan düşüb videoda. Ona görə belədir. Ama biraz sarımtıl kimi də bir şey var sanki, ama yəqin işığa görədir belə. Mən çox bəyəndim. Yəni bu belə deyildi təbii ki. Bu indi içinə nələrsə yığacam və düzəldəcəm. Bu şəkildə belə dayanacaq bu. Çox bəyəndim materialım falan. Burada da belə bir şey var. Bu əslində bakım çantasıdır. Makyaj bakım çantası. Amma mən bunun içinə qələmlərimi yığacam. Çox bəyəndim bunu. İstəsəz çantamı və qələmqabımı doldururam videosu gələr. Çantamı yox, amma qələmqabımı doldururam videosu istəsəz gələr və necə istəyirsiniz? Short şəklində yoxsa video şəklində? Onu da deyərsiniz. Daha sonra buradan əsl bomba məktəb çantası. Aha, məktəb çantası. Bunu da ağ seçsin. Bilirsiniz ki, mən bundan əvvəlki kavga açılımında məktəb çantası əslində almışdım. Sadəcə o materialını bəyənmədiyimə görə onu aparmayacağam. Və deyirsən qaytarmayacağam, qalacaq o, amma bilmirəm nəyə istifadə edəcəm. Amma mən yəni qaytarmaq da istəyirəm. Bilmirəm, mən qaytarmaq istəyirəm, amma bəlkə qalar yəni. Anam deyir qalsın, mən deyirəm qaytaraq. Nəysə belə bir şey. Amma muhtemelen qalacaq yəni. Nəysə də sözün qısası yeni bir məktəb çantası sifarişi verdim. Bu məktəb çantasını məktəbdə 2 dəfə gördüm yəni mən. Uşaqlar almışdılar. Yani bizim sinifdən yox, amma başqa sinifin uşaqlarında görmüşdüm bunu. Açaq. Amerikan stili çantadır mənə görə yəni. Tada! Bu şəkildə bayağı yəni məncə ölçüsü böyükdür. Əslində yəni kitablarıma uyğundur da məncə. Dəhşət də böyük kimi, dəhşət böyük deyil, yəni dəhşət balaca deyil. Mən şəxsən bəyəndim. Burada belə qəhvəyi rəngli bir yazı nəsə. Birinci cibim belə bu şəkildə. 2, 3, 4 və 5. 5 dənə cibi var. Belə. Bu şəkildə içi də. Su qoyma yeri də belədir. Arxası da belə. Mən yəni çox bəyəndim. Qələmqabı ilə bir yerdə yəni belə məncə uyumludular ikisi də. Bu şəkildə. Daha sonra isə son olaraq bəli. Bitti bu da. Belə bir şey var. Bu ama mənim deyil. Ama yenə də göstərmək istədim. Belə açım. Paketləmələrini bəyəndim mən. Zaten ilk yəni təmiz şeyim deyil də. Digər videolarda gibi baxa bilərsiniz. Bu mənim deyil bu arada. Bu anamındır. Belə bir şeylər çıxır içində. Mən bunları tam da anlamıram yəni. Belə
kullanma şeyidir deyəsən bu da. Kameranı yəni uzaqlaşdırmışam. Məncə belə daha yaxşı görürsüz. Yoxsa belə yaxınlaşdırım biraz. Bilmədim də, nəysə. Burada belə adapterdə, adı yadımdan çıxdı da bunun. Sonra burada belə qələm. Qələm deyəndə ki, dostlar, qələm belə qələm deyil də, yəni. Belə bir şey var. Qələm deyil. Qələm nəymiş? Nəysə, belə bir şeylər də yəni dostlar. Adını unuttum yəni. Təbii kalqam bu şəkildəydi. Videoya like atıp kanalıma abone olmayı unutmayın. Sağ olun.